Bəli, əziz tamaşaçılarımız 12 iyun səhər çağı davam edir və proqramımızın davamında çox maraqlı bir söhbət aparacağıq əziz qonağımızla bir yerdə. Diqqətinizə çatdırım ki, Moldovada çox önəmli bir festival keçirilib və studiyamızın qonağı həmin festivalda iştirak edib, mükafatla ölkəmizə dönüb. Təbii ki, bu sevindirici haldır. Qonağımıza gəldikdə siz onu çox yaxından tanıyırsınız, amma mən yenə də təqdim edeyim. Şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babulluoğlu bizimlə bərabərdir. Səlim bəy, sabahınız xeyir olsun. Salam. Səlim müəllim, ilk olaraq bundan başlayaq. Necə oldu sizdə Moldova, Rumıniya ədəbiyyatına belə maraq, oradan gələn tərcümələr, bir növ körpü rolunu oynadınız? Bax, bu tarixçənin başlanğıcından danışaq, rəhmət olmasa. Çox sağ olun. Giriş üçün çox əla sualdır. Demək, bilirsiniz, bizim ümumiyyətlə həm milli ədəbiyyatımızın xarici dillərə təqdimatında, həm də xarici ədəbiyyatın Azərbaycan dilinə tərcüməsində və nəşrində arzularımız, istəklərimiz, çap olunacaq müəlliflər çoxdur. Amma çox yaxşı bilirsiniz ki, bu işlərin başı gedir, sonunda maliyyə məsələlərinə bağlanır. Yaxud müəyyən adamların istəklərinə bağlanır ki, o istəklər həmin bariyerləri keçməyə kömək olur. 16-cı ildə bir şeylə gətirdi ki, Kişinevdə, onlar belə deyirlər. Kişinevdə, paytaxt Kişinevdə. Bəli, Avropa şəhərlərinin Baharı festivalı keçirilirdi və mən ora dəvət aldım. O dəvət, o festivalın təşkilatçılarından biri bizim həmyerlimiz idi. Yəni, dəstək verənlərdən biri. Uzun illər Moldovada yaşayır, tanınmış ictimai siyasi xadimdir. Moldovanın və Azərbaycanın yüksək tərtiflərindən layiq görülüb. Vüqar Novruzov uzun illərdə Moldova Azərbaycanlılar Konqresinə rəhbərlik edib. Deməli, biz orada onunla tanış olduq. Elə həmin festivaldaca Moldova Yazıçılar Birliyi ilə Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzaladı. Sonra bizim münasibətimiz dostluq münasibətinə çevrildi və məhz Vüqar Novruzovun dəstəyi ilə və bir də təbii ki, bizim istəyimizlə, həm də Moldova tərəfinin istəyi ilə biz bax, ardıcıl olaraq işlər gördük. 16 kitab çap elədik. Baxın, hazırda o kitabların. Bəli. Deməli, bu 16 kitabın arasında... Üz qabığının kallajıdır da bu, belə deyək. Bəli, bütün kitabların siyahısıdır, kallajıdır. Demək, orada Rumunların, Moldavanların klasiki Mihail Eminescu da var, Ana Blandiana var, Grigori Vieru, Ion Hadırka, Kiper, Nikolay Spetaru, Valnitski və digər müəlliflər, romanlar var, şeirlər var. Yəni, bilirsiniz, istək azdır axı, gərək bunu realizə edəsən. Ona görə tədricən bu işlər gördüm. Mən yalnız hələ Moldovan və Rumun ədəbiyyatından Azərbaycanın tərcümələri deyirəm. İstəyirəm biləsiniz ki, yəni, bizim ədəbiyyatda bu illər ərzində, indi mən siyahı böyükdür, aşağı yuxarı elə bir 10 kitabı da Rumun dilinə çevrildi. Həm Rumuniyada, həm Moldovada nəşr olundu. Yəni, qısa tarixçə... Bizim ədəbiyyatdan. Bəli, bizim ədəbiyyatdan. Bəli, hansı əsərlər idi, hansı yazarlar? Çox idi. Bax, mən sizə siyahı böyükdür. Məsələn, Azərbaycan nəsri antologiyası nəşr olundu. Burada 40-a yaxın Azərbaycan var. Nə gözəl. Məsələn, mən Anar müəllimin, Elçin Əfəndiyevin, Çingiz Abdullayevin, Əjdərovun, bizim bir çox yazıçı və şairlərin, Fərid Hüseynin və digərlərinin əsərləri çap olunur orada. Yenə deyirəm, siyahı böyükdür. Mən ancaq indi Rumun ədəbiyyatının, Moldovan ədəbiyyatının dilimizə tərcüməsindən çox gözəl, minnətdarım. Səlim bəy, Grigori Vieru festivalı barədə istəyərdim danışaq. Gərək ki, festivalın qalibi şairin məhz sizin tərcümə etdiyiniz, yəni çap olunan İynənin Nəğməsi şeirlər kitabı festivalın əsas mükafatına layiq görülüb. Bu görüş festival çərçivəsində bilirik ki, Moldova Elmlər Akademiyasının prezidenti sizi qəbul elədi. Akademiyanın yüksək medalı Nikolay Milesko medalı ilə təltif olundunuz. Bu münasibətlə sizi ürəkdən təbrik edirik. Bu Azərbaycanımızın uğurudur. Bu sizin uğurunuzdur. Təşəkkür edirəm, çox sağ olun. Demək, belədir də, indi, bax, elə orada deyəsən göstərirlər, bu Milli Elmlər Akademiyasında olan görüşdən olan kadrlardır. Mən festival haqqında deyim ki, adından bəlli olduğu kimi bu 17-ci festival idi və festival dəvətləri arasında 5 mükafat verildi.
Sözü gedən kitab, yeri gəlmişkən söyləyək, rejissorlarımız iri planda göstərdilər. İynənin nəğməsi. Bəli, İynənin Bu kitabdan söhbət gedir. Bəli. Deməli, orada 6 nominasiya üzrə mükafatlar verirdilər. Tərcümə nominasiyası üzrə əsas mükafat Qriqori Verunun Azərbaycan dilinə tərcümə olunmuş şeirlər kitabı idi, İynənin nəğməsi. Vieru Rumun Moldovan ədəbiyyatı tarixində ciddi adamdır, seçkin adamdır. Moldova azadlıq hərəkatının liderlərindən biridir. 60-cı illərin nəslinin nümayəndəsidir və necə deyərlər, 7-dən 77-yə uşaqlardan böyüklərə hamı onu sevir. Xüsusən uşaq şairi kimi populyardır eyni zamanda. Yaradıcılığında ana mövzusu, savaş mövzusu, belə deyək, qırmızı xətlə keçir. Və deyim ki, Vierunun bu illərə qədər, yəni bu kitab nəşr olunana qədər bizim xalq şairimiz Ramiz Rövşənin və bizim tanınmış uşaq şairimiz Qəşəm İsabəylinin tərcüməsində aşağı-yuxarı 20 şeiri tərcümə olmuşdur, bəlkə biraz çox. Mən həmin kitaba həm Ramiz müəllimin, həm Qəşəm müəllimin əvvəl elədiyi dövrü mətbuatda çap olunan tərcümələrini də salmışam. Amma 70-ə yaxın şeiri mən özüm tərcümə eləmişdim. Bunlar yeni tərcümələridir və çox ciddi bu həcmdə şairin yaradıcılığına ilk müraciətidir. Qaldı festivala. Festival deməli, əslində Rumıniyadan başladı. 2 gün Rumuniyada, Yas şəhərində. Bilirik ki, müxtəlif məkanlarda fərqli tədbirlər də baş tutub. Bəli, bəli. Deməli, mən Rumıniya hissəsinə qatılmadım, çünki biz Rumıniyadan özümüz qonaq qəbul edirdik həmin tarixlərdə. Ancaq Moldovada keçirilən hissəyə qatıldım. Klassiklər xiyabanı deyilən bir xiyaban var Kişinevun mərkəzində. Şairin büstünün önünə gül qoymaqdan başladı tədbir. Sonra deməli Moldova Dövlət Pedaqoji Universiteti var, Yon Kyanq adına. Gəlmişəm, Vieru həmin universitetin professoru olub. Orada görüş oldu, deməli, tələbə və müəllim heyətindən. Yeri gəlmişkən, həmin tədbirdən olan görüntüləri hazırda təqdim edirik. Müxtəlif, bu, məsələn, universitetdən olan görüntülər. Pedaqoji universitetdən olan görüntülərdir. Eyni zamanda əsas tədbirlərdən biri də, teatrın adı belədir, Adsız Teatr. Kişinevun mərkəzində çox maraqlı bir teatr binası var. Onun evində Sənin adın şeirdir, təxminən, bax, bu tərcümə olunacaq. Qriqori Vierunun və festivalın qala konserti keçirildi. Mükafatlar da elə orada təqdim olundu. Deyim ki, bizim kitab maraqla qarşılandı. Mən həm universitetdə, həm o qala konsertdə onlar Azərbaycan nitqini, Azərbaycan dilini eşitsinlər deyə şairin Azərbaycanca bir neçə şeirini oxudu. Nə gözəl. Və sizə deyim ki, düzdür, Qriqori Vierunun indiyə qədər şeirləri kitab halında 40-a yaxın dilə tərcümə olmuşdur. Amma ilk dəfə idi ki, Azərbaycan dilində belə deyək, kitabı nəşr olundu və böyük sevinclə, böyük maraqla qarşılandı. Qırıq-qırıq səs salırdı, tikiş maşını asta. Gecələr lay-lay çalırdı, oyadırdı o başdan. İynənin nəğməsi şeirindən yeri gəlmişkən bir bənd idi, səsləndirdim Qriqori Vieru müəllifi. Və tərcüməsi də Səlim Babuoğlu. Səlim müəllim, yeri gəlmişkən həmkarım səsləndirdi bu sətirləri. Mənə maraqlıdır. Ümumiyyətlə, siz tərcümələr edəndə, təbii ki, burada istiqamət var, sizin o ölkənin həmkarlarınızla bir söhbətiniz var, bir araşdırmalar var. Araşdırmalar nəyi göstərir? Siz hansısa bir bağı tapırsınız Azərbaycan oxucusu ilə, Azərbaycan, bilmirəm, milli mental dəyərləri ilə üst-üstə düşməsi hansı şərtlər sizi vadar edir ki, məhz bu şairin poeziyasına, yaradıcılığına müraciət edib, onu Azərbaycan türkçəsinə çevirəsiniz və Azərbaycanlı oxucularımız daha yaxşı tanısınlar bu ədəbiyyatı. Bilirsiniz, təklif gələndə, məsələn, bu kitabın nəşri təklifini mənə Vüqar Novruzov, tərcüməsi təklifini Vüqar Novruzov vermişdi. Mən dedim ki, mənə biraz vaxt verin, mən tanış olum onun yararsın. Amma dediniz axı, sizin də istəyinizlə. Yox, mən də elə onu deyirəm ki, biraz vaxt istədim ki, yararsınlar. Gəlirsiniz o mövzuya. Mən Kişinevun Milli Kitabxanasına müraciət elərdim. Şairin rusca nəşr olunan nəyi varsa onları aldım. Külliyyatını demək. Külliyyatını aldım rus dilində və onları
oxudum. Və ondan sonra təbii ki, bax o siz dediyiniz keyfiyyətlər, bilirsiniz, milli olan bəşəri olur. Elə mövzular var ki, vətəndir, anadır, Bəli. heysiyyətdir, Mübarizlikdir. uşaqdır, mübarizlikdir. Bunlar bütün xalqlara və millətlərə aiddir. Çox doğru söylüyorsunuz. Və mən o şairin xüsusən ana mövzusunda və vətən mövzusunda yazdığı şeirlər ki var idi. Bəli, az öncə mən oxudum. Mən onu oxuyanda fikirləşdim ki, bu çox böyük şairdir. Və bunu çevirmək olar və özüm üçün müəyyənləşdirdim ki, hansı şeirləri çevirmək olar. Sonra mən Moldovalı dostlarıma, həmkarlarıma başladığım bir 8 şeiri xahiş elədim ki, onlar Rumunca qiraət edib audio səsini göndərsinlər mənə. Mən onların qiraətinə qulaq asdım. Çünki bir tərcümədə autentik metod da var. Yetərincə bir geniş aspektdən yanaşılıb bu mövzuya. Və təbii ki, o şeirlərin bir qismi həm də orijinaldan çevrildi. Bizim Rumun dili tərcüməçimiz var. Rumuniyada təhsil alıb, Jalə İsmail. Mən bəzi şeylərin tərcümələrini, sətri tərcümələrini ondan istədim. Sonra Leo Butnaru, Nikolay Spetaru kimi Rumun, Moldovan şairlər var. Mən Rusça tərcümələri orijinallarla tutuşdura onlarla məsələ. Əslində mən bu kitabın üzərində 3 aya yaxın işlədim. Yəni, şeir tərcüməsi bunu asan deyil. Asan da eləmək olar. Yəni, ancaq tutalım Rus dili vasitəsilə çevirmək olar. Amma bir də var ki, sən o şeiri hiss eləyəsən. Hətta YouTube-da şairin köhnə video yazıları vardı. Onun qiraətinə ona da qulaq asın, onun avazına, bəli, onun söylənişinə, bax, belə deyək. Və indiyə qədər, bax, məsələn, tutalım, Rumların, Moldavanların klassik var, Mihail Minescu. Onun şeirləri, məsələn, bütünlüyünə orijinaldan çevrilir. Jalə xanım çevirib, sətri tərcümə eləyib. Mən isə həm də metrikanı saxlayaraq bədii tərcümə eləmişəm. Yaxud Yon Hadırk olsun, yenə Jalə xanım onu sətri tərcümələr eləyib. Eləcə də digər şairlər. Qafiyə. Bəli, biz çalışırıq ki, yəni orijinal dillə. Hamısı sərbəst vəzindədir. Yox, yox. Daha doğrusu heca vəzindədir. Yox, qarışıqdır. Məsələn, ümumiyyətlə Avropada bu dəqiqə daha çox sərbəst vəzində yazılan şeirlər. Amma bu şairlər, məsələn, Hadırkadır, Grigori Vyorudur, bunlar belə deyək, 60-cı illərdə hələ heca vəzində yazanlar var idi. İndi çox azdır. İndi yazılan şeirlərin böyük əksəriyyəti sərbəst vəzində olan şeirlərdir. Klassik ədəbiyyatdan danışmıram əlbəttə. Səlim bəy, bu kitabların Azərbaycanda təqdimatı, ümumiyyətlə satışı necə əldə edə bilər oxucular? Əl çatandırmı, yoxsa bu belədir də, biz adətən... Bir neçə nüsxədir yoxsa? Yox, bu düşünürəm şeir kitabları üçün 300-500 tiraj pis tiraj deyil. Amma deyim ki, fevralın 14-ü, məsələn, Grigori Vierunun kitabının, Grigori Vierunun doğum günüydü. Biz Rumıniya və Moldova səfirlərinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyində həmin kitabların təqdimatını keçirdik. Və 60-a yaxın adam gəlmişdi. Biz elə o kitabları, məsələn, orada hədiyyə elədik. Sonra tirajın bir qismini Moldovaya göndərdik. Orada Azərbaycanlılar yaşayır. Orada verilsin və Yazıçılar Birliyindən də əldə eləmək olar. Biz adətən bir qayda olaraq kitablarımızı daha çox hədiyyə edirik. Kitabxanalara veririk, oxuculara veririk. Bax belə. Çox sağ olun, təşəkkür edirik sizə. Mən sizə təşəkkür ederim. Uğurlar arzulayırıq, yeni nailiyyətlərlə, yeni tərcümələrlə yeri gəlmişkən sizi yenə səhər çağında gözləyəcəyik. Qonağımız əziz tamaşaçılar, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babulluoğlu idi. Səlim müəllim bu günlərdə gözəl bir tədbirdən dönüb, festivaldan dönüb və təəssüratlarını, eyni zamanda tərcümələrini, fikirlərini eşitdik söhbət əsnasında. Çox sağ olun. Bir daha təşəkkür edirik.